Hər durursan, əl üzü yumağa gedirsən, onsuz da yuyacaqsan. Deyir, ilahi, sənin üçün əl üzümü yuyuram. Sən xoşlayırsan ki, səhər duranda insan təmiz olsun. Dəstəmaz alırsan, onun üçün al. Namaz qılırsan, onun üçün. Dişini təmizləyəcəksən, onsuz da gündəlik üçün. Deyir, ilahi, sən təmizliyə əmr eləmisən, sağlamlığa əmr eləmisən. Misvak ya dişi təmizləmək yaxşı əməldir. Sənin rızayətin üçün eləyirəm. Paltar geyinirsən evdən çıxanda, deyirən, sənin üçün bəzənirəm. Sənin bəndönəm. Hər bir əməl və niyyət elə yavaş-yavaş görəcəksən ki, halın dəyişib, nuraniləşmisən, paçlaşmısan. Niyyət çox mühümdür və axırda bunu deyim, sözümü tamamlayayım ki, bunu gərək Allahdan istəyəsən. Quran ki buyurur, İnnə səlati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. Namazım, ibadətim, həyatım və ölümüm Allah üçündür. Bunu gərək istəyəsən. Biz bəzən elə bilirik ki, ancaq o şeylər istəməliyik duada ki, bizdən asılı deyil. Deyirik ki, niyyət özümə aiddir də, bunu elə eləməliyəm də, niyə istəyim? Yox, qəlb də Allahın əlindədir. O niyyəti də gərək Allah qismət eləsin insana.